Ay, sizi xoş gördük. Sağ olun, xoş gəlmişsiniz. Salam. Qonaq qəbul edirsiniz. Qonaq Allah qonağıdır, buyurun. Qonaq Allah qonağıdır. Bu güllər sizədir. Gəlmişsiniz. Bilmirəm, bəyənəcəksiniz yoxsa yox. Hər qonağa sual verirəm əslində. Ya, mən gülləri bəyənirəm. Mən bilirəm ki, özdə qızıl gülləri xüsusi sevirsiniz. Ona görə də istədim ki, qızıl gül gətirim sizə. Çox sağ olun, xoş gəlmişsiniz. Biraz da qarışıqdır. Ya, çox gözəldir. Kim sevər səni mənim qədər, ömrümü eylədin hədər. Gəl inan bu təmiz eşqimə, duyma öldürə məni kədər. Kaş görəydi bu ürəyimi, onda anlar o bu sevgimi. Əl çəkən deyiləm bil bunu, sən də məni sevənə kimi. Bilirlər ki, mən qonaqpərvərəm. Bütün kanallarımız bilirlər ki... Bunu bugün görəcəyik. Yox, doğrudan. Hamısı bilir ki, mən qonaqpərvərəm. Heç vaxtda evimin qapısı bağlı olmaz. Həmişə də açıq olar. Bunu qonşularımız da bilir. Ona görə buyurun, xoş gəlmişsiniz. Çox sağ olun, çox sağ olun. Dicələr qapıda saxladınız qonağı. Sağlığınıza qismət olsun. Çox sağ olun, çox sağ olun. Deməli, girişdən birbaşa zala, düzdürmü? Hə, bizdə girişdən sonra bizdə... Mən Evin biraz ümumiyyətlə göstərişli olması... böyük evləri sevirəm. Mən... Xoşlayırsınız ki, ev daha geniş olsun. Gülünüz də qorba ilə qəşəng. Yaraşdı amma, hə? Dursun. Yaraşdı. Mən həmişə biraz sadəlik çox sevirəm. Sadəlik heç hiss olunmur. Hə, yox, dəyişiklik olacaq da. Biraz da dəyişiklik. Dəyişiklik olacaq. Şəkliniz də qəşəngdir. Çox çəkilişlərdə müğənnilər baxır birdən tanışlar. Deyirəm, özünü sevirsən, evdə şəkillərin. Deyirəm, yox, bir dənə o şəkili sevirəm. Onu özüm istəyərək ora yaraşdırmışam. Amma onu evdəkilər, mənim klip təqdimatımda o səhnədə idi. Sonra heyfləri gəldi ki, onu yığmayaq, burloka. Elə oradan asla qaldı orada. Neçə vaxt deyirəm, çıxardın onu, çıxartmırlar. Çıxardan yox. Remontda çıxardarıq, remontda çıxardarıq. Təmir edəndə, çıxartmaq olar. İnşallah bu yay təmir olacaq. Evin göstərişli olması, evin daha çox dəbdəbəli olması sizin üçün önəmlidirmi? Yəni, daha parıltılı rənglər olsun. Mən açığı bu evə özüm dizayn verməmişəm. Hazır şəkildə almışam deyə. Yəni, necə var, hazır almışsınız? Necə var, hazır almışam. Əlavə heç bir dəyişiklik olmayıb. Hə, heç bir dəyişiklik olmayıb. Ona görə elə əşya qarışıq hazır almışıq deyə bu evi biz 4 otaqda. Ona görə də hələ ki əl dəymirik heç nəyə. İnşallah yay ayında gözəl, istədiyim kimi öz zövqümə uyğun remont olunacaq. Onda inşallah bir dəfə də çəkərsiniz. Hə, inşallah. Onda dəvət edərsiniz, bir də gələrəm. Ancaq mən belə fikirləşirəm ki, indi, yəni bu sözünüzdən belə çıxır ki, o qədər də razı deyirsiniz. Yox, aboylardan o qədər razı deyiləm. Biraz evin dizaynından razı deyiləm. Ona görə də hər gün söhbət gedir, hər gün danışılır ki, bəs haçan eləyək, yay ayına salmaq istəyir. Evin ümumiyyətlə rahat olması önəmlidir. İnsan özünü təbii ki, evdə daha rahat hiss edir. Rahatçılıq üçün çox rahat evdir mənim üçün. Mən evə çox bağlı xanımam əslində qalanda. Mən çöl, bayır o qədər sevmirəm. Heç artıq son zamanlar bilənlər də bilir ki, el şənliklərində yığışdırmışam müəyyən qədər. Getmirsiniz? Hə, yəni çox getmirəm. Bölgələrə demək olar ki, heç getmirəm. Niyə? Səbəb nədir? Səbəb biraz ara vermək istəyirəm. Həm də ki, bəsdir, artıq çox yoruldum. Doğrudan. Bəs birdən rayondan bir insan sizi istəsə, sevsə ki, Şəbnəm Tovuzlu mənim toyumda ifa eləsin. eləsin. Məni sevənləri mən də sevirəm. Deyirlər, zəng eləyirlər də. Bu ərəfələr deyirlər, bu ərəfələr istəmirəm. İnşallah sağ-salamat hər şey yaxşı olsun. Ondan sonra yəni müəyyən qədər, çox da yox, əvvəlki kimi, əvvəl çox əziyyətlər çəkirdi. İndi müğənnilərimizin hamısı əziyyət çəkir, əziyyətsiz olmaz. Amma yetəri qədər 1-2 toy olar. 1-2 toy olar. Hə. Olsun da, ümumiyyətlə, istər-istəməz toy da olmasa, biraz dolanışı da çətin olar hər halda. Əgər evi təmir eləmək istəyirsinizsə, pul qazanmaq lazımdır. Çox şükür o barədə, yəni həmişə olub. Əvvəllər eli şən olsun, mən həmişə demişəm. Yəni, xalqımız olmasa, biz bu səviyyədə olmarıq. Yəni, bunu mən hər zaman demişəm. Təbii ki, mən əvvəllər əziyyət çəkdiyim vaxtlar da olub. Toylarda bütün 30 ayın, demək olar ki, 29 ay, bir ayın polunu, günlü, 30 günlü, 29 günlü mən 15 günlü, 16 günlü toylarda olmuşam. Hətta yorulmuşam, maşında, demək olar ki, az qaldı demişəm, ay Allah istəmirəm, nə olar? Yəni, olur, insan əziyyəti olur. Timboyli xanım dözmür buna. Çətin olur. Çətin olur. Amma çox şükür bugünə, yəni o etapları keçdik.
Allaha çox şükür ki, ailəmiz var. Yəni elə el şənliklərinə mən işlədim, qazandım. Lap həkim olum, müəllim olum, mənim qazancıma ehtiyac yoxdur. Doğrudan. Bəli. Nə yaxşı. Tək həmişə var olsun. Çox şükür. Çılçırağa da baxıram, rəngləri bir fərqlidir əslində. Hə? Hə. Niyə belə? Bunun işıqları. Hərəsi birindən deyir. Hə, işıqlarımız Desəm ki, pul yoxdur. Hə, yox. Dəyişməyə Yanmışdı, sonra yox. gətirdilər. Qaqaş xalam oğlu bizdə tələbədir, bizdə qalır. Elə qardaşım əvəzidir o mənim üçün. Yoldaşım göndərdi, getdi, işıqlar aldı. Baxdıq ki, yandırdı, sarı yandı, bizdəkilər ağ idi. Dedim, qaqaş, o qalsın, sən Allah, o qalsın, bir də açma. Sonra düzəldərsən. Bəlkə qonşulardan dediniz ki, qonşular... Qonşularım çox gözəldir. Allah hər kəsə elə qonşu qismət eləsin. Lap elə. Əlbəttə, doğrudan. Mən biz 3 blokda, bu bina 7 mərtəbədir. Bir bloklu binadır, 7 mərtəbədir. Hər blokda 3 yaşayış var, mənzil var. Bizdə də 2 qonşum var, ikisi də bir-birimizdən, üçümüz də məmnunuq. Hətta gediş-gəlişimiz də yaxşıdır. Hər ikisini də çox istəyirəm, doğrudan. Çünki sənət adamları əslində biraz qapalı olurlar. Yəni necə qapalı? Mən əvvəllər... Səhər çıxırlar, axşam gəlirlər, şou proqramlar, toylar, məclislər. Yox, mən evdə oluram. Mən əslində xala bir də görsün, deyirəm, xala nə olar? Yaxşı qonşuluq eləyə bilmirlər. Xala, keç bura, çay çək. Hələ mənim fikrim var, bir fikrim var. Blokda, inşallah remont zamanı bloku təmiz istəyirəm ki, kafe, bütün hər yer olsun. Bir gözəl bir divan qoyacam ora, bir gözəl kartinka qoyacam ora, belə maraqlı bir şey. Axşam olanda, ora bir qəşəng tam olaraq belə xalça olmasa da yaxşı bir şərait düzəldəcək 2-3 qonşu. Bir çaydan, heç elə şey rast gəlməmişik biz. Çünki bizdən yuxarıda adam yoxdur. Ancaq aşağı 6-ya qədər gəlirlər. Bizdən yuxarı heç kim çıxan deyil. Ancaq üçümüzü, bu da üçümüzə aiddir də. Hə də. Əsas odur ki, lift işləsin, 7-ci mərtəbədə də baxmaq. Piyada çıxıb düşmək biraz çətin olur. Liftimiz, kommunalımız, hər şeyimiz yaxşıdır, maşallah. Tək yaxşı olsun, maşallah, göz dəyməsin. Bəlkə əyləşək. Əyləşək də, əyləşək. Elə keçirsən bu yana, bu yana. Sağa sola. İlk dəfə də gəlmişəm, istəyirəm tamaşaçılarımızı məlumatlandıraq da. Ola bilər ki, yeni evə köçənlər olsun, yeni mənzil alanlar olsun. Öz evin kimi əyləş. Çox sağ ol. Fərq bilmə. Rahat divanda, yaxşıdır. Hə? Rahatdır. Bu divanlar da var idi, alanda Hər şey, hər şey. Vay be, heç nə eləməmişsiniz. Hər də qarışıq, heç hər şey. Hə, onda kifayət qədər pulunuz çıxar bu ev alanda. Hazır almışsınızsa yəni. Hazır almışıq, hə. Hazıra nazir deyirlər, Hə, hazır almışıq, hə, çıxdı. Yəni, çünki evdə bina da pis bina deyil. Görkəmli binadır, seçilən binadır. Şəhərlə yaxşı yerlərindən birindədir də. Mən sevirəm mikrorayon. Mən mikrorayonu sevirəm doğrudan. Əvvəllər Nərimanovu çox sevirdim. Sonra baxdım, yox, çox qarma-qarşı. Elə bura hər yerə yaxın, bütün kanallarımıza yaxındır. Bütün kanallara, haçan çıxdın evdən, kanallarımızın hər biri elə əlimizin altındadır. Nə yaxşı, nə gözəl. Mən girişdə salamlaşmada tamaşaçılarımızla bir şey vurğuladım ki, illər öncə oxuduğumuz bir mahnı birdən-birə həyatımızı dəyişdi. Sevənlər ölməz olar, yəqin. Çox gözəl mahnı deyir.